Deməli, bəli, orada da dondurma var. Buradakı dondurma konus formasındakı dondurmadandır ki. Yox, o şəkildə qoyublar. Qoyublar, qoymalıdırlar. Deməli, konus nədir? Konus. Bax, konus düzbucaqlı üçbucağın bir kateti ətrafında fırlanmasından alınan cisimdir. Biz bu düzbucaqlı üçbucağı AC kateti ətrafında döndərdiyimiz zaman bir konus əmələ gələcək. AC kateti ətrafında döndərdikdə bir konus əmələ gəlir. Burada AB-yə konusun doğranı deyilir. AB konusun doğranı. Bəli. Elədim. AC konusun oxu və ya hündürlüyü. BC də konusun oturacağının radiusudur. Bunu R, bunu H, bunu L ilə işarə edirik və başa düşürük ki, bunlar katet və hipotenuz olduğu üçün həmişə bunlar arasında bu münasibət ödənir. Yəni, doğranın kvadratı hündürlüyün kvadratı ilə radiusun kvadratına bərabərdir. Yəni, Pifaqor teoremindən düzbucaqlı üçbucaq, hipotenuz və katetləri olduqları üçündür. Deməli, konusun yan səthinin sahə düsturu. Konusun yan səthinin sahə düsturu pi r l'dir. Konusun yan səthinin sahəsi pi r l düsturu ilə tapılır. L doğrandır. Pi r l. R burada oturacağın radiusunu, L də doğranı göstərir. Burada ayrı şeylərdə. Bəli, silindirdə eyni idi. Çünki düzbucağının qarşı tərəflərini göstərirdilər həmçinin. Amma konusda hündürlük katetdir, doğran hipotenuzdur. Ona görə bir-birinə bərabər deyirlər. Deməli, oturacağı dairə olduğuna görə dairənin sahəsi pi r kvadratıdır. Konusun tam səthinin sahəsi bir yan səthdən, bir də oturacaqdan ibarət olduğu üçün S yan üstəgəl S oturacaq, yəni pi r l üstəgəl pi r kvadratından pi r vurulsun l plus r olur. Bu olur konusun tam səthinin sahə düsturu. Konusun həcmi 1/3 S oturacaq vur hündürlükdür. Oturacağa da dairə olduğu üçün pi r kvadratı vurulsun h konusun həcm düsturudur. Hə? Bəli. Piramidada kimi 3/1 S oturacağı vur h'dır. Sadəcə bunu oturacağı dairə olduğu üçün 3/1 pi r kvadratı vur h'dır. Konusun açılışı sizcə konusun açılışı nədir? Niyə? Konusun yan səthinin açılışı bir dairə sektorudur. Nə oldu bir sektor? Ona sektor deyirlər də. Konusun 4/1, bəlkə 3/1'dir, bəlkə yarısıdır, bəlkə 4/3'üdür. Niyə? Yox, təsadüf. Belə bir sektoru büküb konus eləmək olmaz. Bir saniyə sizə sektor konus bükər. Sanki yarısından bükəcəm. Tam da yaxşı kəsmədim. Bu şəkildədir. Yəni konusu biz hər hansı bir doğranı üzrə açanda bir dairə sektoru əmələ gəlir.
Fərqi yoxdur, bax. Bu boyladan da bir sektor əmələ gəlir. Yəni o sektorda düşəndə konusdur. Yəni fərqi yoxdur. Yəni konusun yan səthinin açılışı bir dairə sektorudur. Elə bir dairə sektorudur ki, o sektorun radiusu konusun doğranı olur. O sektorun radiusu, bunu açtığım sektordur. Bu sektorun radiusu sayılır da, düzdür mü? Bu sektorun radiusu konusun doğranını göstərir. Bu sektorun qövsü var ha. Bu qövsü də dairə qövsüdür. Çevrə qövsü. Bu konusun oturacağının çevrəsinin uzunluğudur. Ona görə deyirlər ki, konusun yan səthinin açılışı elə bir dairə sektorudur ki, onun radiusu konusun doğranı, bu çevrəsinin uzunluğu isə, yəni qövsünün uzunluğu, bu oturacaq çevrəsinin uzunluğuna bərabərdir. Burada bir mərkəzi bucaq var. Konusun yan səthinin açılışındakı mərkəzi bucaq. Fi ilə işarə edirik. Bununla bağlı suallar olur. Fi bərabərdir. 360 vurulsun R bölünsün L. Bunu radyanla da yazırlar. 2 pi R bölünsün L. Dərəcə ilə də. Fi burada, yenə edirəm, konusun yan səthinin açılışındakı dairə sektorunun mərkəzi bucağını göstərir. Yəni bu sektorun mərkəzi bucağını biz orada fi ilə işarə eləmişik. Buna aid də suallarda istifadə edirik. Bilin ki, nədir? Məsələn, bax, deyir ki, adicə belə bir sual olsun. Konusun oturacağının radiusu 10. Konusun oturacağının radiusu. Oturacağının radiusu deyir. Yəni, doğranı nəzərdə tutmur. Konusun oturacağının radiusu 10 santimetr. Açılışındakı sektorun mərkəzi bucağı 240 dərəcə olarsa, konusun hündürlüyünü tapın. Məsələn, belə bir sual qoyun. Bu sualı işləmək üçün biz o düsturdan istifadə edəcəyik. Yazacağıq ki, 240 bərabərdir 360 vurulsun 10 böl R. Bunları ixtisar elədim 120-yə. 2, 3. L bərabər oldu 30 böl 2, 15. İndi mənə H istəyir. H, R, L-də Pifagor teoreminə tabi edilər. Yəni, mən H-ı tapmaq üçün nə etməliyəm? L-in kvadratından R-in kvadratını çıxmalıyam. Yəni, 15-in kvadratından 10-un kvadratını çıxdım tutaq ki, elədi 125, yəni H bərabər oldu 5 kök 5. Bax, burada diqqətli olmalıyıq. Nəyin radiusu? Sektorun radiusu konusun doğranıdır. Bir var sənə desin ki, konusun açılışı, məsələn, konusun açılışı, radiusu 12, mərkəzi bucağı tutaq ki, 240 olan bir sektordur. Konusun yanı. Burada konusun yan səthinin radiusu, açılışındakı sektorun radiusu doğrandır. Amma məndəki sualda belə dedim ki, konusun oturacağının radiusu 10 santimetrdir. Artıq mən elə bizim bildiyimiz konusun radiusunu verdim. Amma bəli, misal olacaq ki, elə verəcək. Deyəcək ki, konusun yan səthinin açılışı, mərkəzi bucağı 240, radiusu tutaq ki, 15 olan bir dairə sektordur. Sən başa düşərsən ki, bu yan səthin açılışının, məsələn, mərkəzi bucağı olsun, belə bir deyim, 120 və radiusu 10-dur. Sənə deyir ki, konusun, nə bilim, hündürlüyünü tap. Buradakı 10 bizim artıq doğrandır. O fi də 120-dir, tutaq ki. Onda başa düşürük ki, 120 bərabərdir, 360 vurulsun, R bölünsün 10. Düzdür, buradan biraz yaxşı ədəd olmadı, onu yazmağım. 12 edeyim bunu ki, ixtisar tam geçsin. Kəsirlər gəlməyəcək. 12 yazdıq. Bu qaldı 3, R bərabər oldu 4. Yəni, konusun oturacağının radiusu 4 oldu. Biz oradan hündürlüyü tapmaq üçün də L-in kvadratından R-in kvadratını tutaq ki, çıxmalıyıq. 12-nin kvadratından 4-ün kvadratını çıxdıq. Elədi, deməli, 108, yəni 6 kök 3. 16 çıxırıq, bəli. 128, 8 kök 2. Bu şəkildə. Aydın oldu. Deməli, konusun yan səthinin açılışı olduğu bir dairə sektoru, oturacağı da dairə olduğu üçün, yəni biz deyirik ki, konusun yan səthinin açılışı dairə sektordur, oturacağı da dairədir və göstərir ki, tam səthi də bu yan səthindən S oturacağın cəminə bərabərdir. Həcm də bu düsturdan tapılır. Konusun ox kəsiyi hər zaman bərabər yanlı üçbucaqdır. Çünki onun iki tərəfi doğrandır. Bunlar
doğranlardır. İki tərəfi doğran, bir tərəfi də oturacağın diametri olan bir bərabər yanlı üçbucaqdır. Və bu üçbucağın hündürlüyü elə konusun hündürlüyü olduğu üçün bunun ox kəsiyinin sahəsi, ox kəsiyi sahəsi 2'də 1 vurulsun üçbucağın sahə düsturuna görə. 2 r vur h yazmalıyam. Nəticədə də 2 ilə 2'də 1 getdiyi üçün r vur h. Yəni konusun ox kəsiyinin sahəsi r vur h-a, yəni oturacağın radiusu ilə hündürlüyünün hasilinə bərabərdir. Ox kəsiyi bərabər tərəfli üçbucaq olan konusa, deyirlər bərabər tərəfli konus. Yəni, bərabər tərəfli konus deyildikdə, ox kəsiyi bərabər tərəfli üçbucaq olan konus başa düşülür. Bax, bərabər tərəfli konusun ümumiyyətlə ox kəsiyi ilə bağlı olan suallar çox olur. Ona görə onları bilməliyik. Yəni, məsələn, nə mənada ox kəsiyi ilə bağlı suallar? Tutaq ki, deyir ki, konusun ox kəsiyi təpə bucağı 90 olan düz bucaqlı üçbucaqdır. Konusun ox kəsiyi təpə bucağı 90 olan düz bucaqlı üçbucaqdır. Biz başa düşürük ki, bu bərabər yanlı düz bucaqlı üçbucaqdır onsuz da. Çünki iki tərəfi doğrandır. Və ox kəsiyinin sahəsi 50'dir. Konusun yan səthinin sahəsini tapın. Deməli, bax, konusun ox kəsiyi təpə bucağı konusun ox kəsiyi təpə bucağı 90 dərəcə olan bir üçbucaqdır və sahəsi də 50'dir. Bizə deyir ki, konusun yan səthinin sahəsini tap. Sağ ol. Biz buradan başa düşürük ki, bu düz bucaqlı üçbucağın katetləri L-dirsə, 2'də 1 vur, L bərabərdir 50. L'in kvadratı 100, L bərabər oldu 10. İndi bu L 10'dursa, bunun hipotenuzu neçə olacaq? Bərabər yanlı düz bucaqlı üçbucağın katetləri 10'sa, hipotenuzu 10 kök 2'dir. Radiusda nə olacaq? 5 kök 2. Biz dedik ki, S-yan bərabərdir, pi r L'dir. Pi vurulsun, 5 kök 2 vurulsun 10, 50 kök 2 pi eləyəcək. Sağ ol. Aydın oldu. Yəni, ox kəsiyi ilə bağlı bu tip suallar görürük. Və yaxud deyir ki, konusun doğranı ilə hündürlüyü arasında qalan bucaq, bucaq 30 dərəcədir. Doğranla hündürlüyü arasında qalan bucaq bax buradır. 30 dərəcədir. Bunun oturacağının radiusu 6 santimetr olarsa həcmini tapın. Həcmi istəyir. Ora 6'dırsa, bu birisi 60'ın qabağında olduğu üçün 6 kök 3'dür. Və biz bilirik ki, konusun həcmi 3'də 1 pi r kvadratı vur h olacaq. 3'də 1 pi r'in kvadratı. Yəni 6'nın kvadratı 36 vur 6 kök 3. Oradan da bizə verdi tutaq ki 72 kök 3 pi. Biz dedik ki, konus bərabər tərəfli düzbucaqlı üçbucağın bir tərəf ətrafında fırlanmasından alınır. Yəni, keçən illərin buraxılış imtahanına bir sual düşmüşdü. Onu mən uşaqlara əvvəldən olsa demişdim. Belə bir nümunə. Çünki kitabda ona bənzər sual var dərslikdə. Bax, belə bir sual vermişdi ki, tərəfi 6 santimetr olan bərabər tərəfli üçbucağın bir tərəfi ətrafında fırlanmasından alınan cismin həcmini tapın idi. Yoxsa səthinin sahəsini tapın. Keçən yox, ondan qabaq idi. Gəl, keçən ondan qabaq idi. Belə bir sual keçən düşmüşdür. Keçən. Səhv eləmirsə keçən olmalıdır. Bax, bərabər tərəfli üçbucaqdır. Biz bunu bir tərəfi ətrafında fırladan zaman nə əmələ gəlir? Necə konumuz? Biz bunu bərabər tərəfli üçbucağı bir tərəfi ətrafında fırlatdığımız zaman oturacaqları bitişik olan 2 dənə konus görürük. Biz bu üçbucağı, normalde biz düzbucağı bir kater ətrafında fırladırdıq. İndi biz ABC üçbucağını AC tərəfi ətrafında fırladanda B bunun başına belə döndüyü üçün 2 dənə oturacağı bitişik konus əmələ gəlir. Aydın mı? Yəni burada elə bir ki 2 dənə konus var. Yəni bu kvadratın diaqonal ətrafında fırlanması kimi də bir şey ola bilər. Bəli. Elə bir sual da görə bilərik hardasa. Maraqlı bir sual olar. Hə? Eynidir. Çünki bərabər tərəfli üçbucağın ətrafında fırlanması eynidir. Və bunun da demiş ki, tərəfi 6'dır. Burada AC də 6'dır, AB də BC də.
Onda belə çıxır ki, bura 3-3'dür. Bunun radiusu, yani konusun radiusu, hündürlüğü oldu 3. Radiusu olacaq 6'nın kvadratı çıx 3'ün kvadratı 3 kök 3. İndi bizə deyir ki, bunun səthinin sahəsi. Burada biz səthinin sahəsini tapı deyəndə biz bunun oturacaqlarını görmürük artıq. İki dənə konusun yan səthlərini görə bilirik ancaq. Aydınmı? Ona görə biz birinin yan səthini tapıb 2-yə vurmalıyıq. Çünki burada səth deyəndə fiqurun səthi gözlə görülən hissəsi nəzərdə tutulur. Və bunların artıq oturacağı bir şey olduğu üçün biz oturacağı görə bilmirik. Ancaq ikisinin də yan səthini görürük. Yan səthdə pi RL olduğu üçün pi vurulsun 3 kök 3 vur 6. Elədi deməli 18 kök 3 pi. Bunların da ikisi olduğu üçün sualın cavabı 36 kök 3 pi olur. Təbii ki. Pi 3 tapı %14 deyə bir zat deyil ki, yazmaya da bir şey dəyişməsin. Bəs yaxşı, belə bir sual. Tutaq ki, katetləri 3 və 4 olan düzbucaqlı üçbucağın hipotenuz ətrafında fırlanmasından alınan cismin həcmini tapın. Bəli. Bəli. Hipotenuz ətrafında fırladırıqsa, buradan biz 2 dənə konus alırıq. Amma bu dəfəklər eyni boyda deyirlər. Xeyr. Bunun radiusu 2,4 olur. Çünki bu radius üçbucağın hipotenuza çəkilən hündürlüyü göstərir. Ha, burada AB oldu 5. Bu bizim OC, yəni konusun radiusu. Bizim düzbucaqlı üçbucağın hipotenuza çəkilən hündürlükdür. A vur B böl C düsturuna görə o 2,4'dür. İndi burada demişdim ki, bu figurun həcmini tap. Sizin burada radiusları bilməyə, hündürlükləri bilməyinizə ehtiyac yoxdur. Niyə yoxdur? Göstərim. Bu H1 ilə H2'nin cəmi 5'dir də. Biz bunların həcmini tapanda V bərabərdir. 3/1 pi R'in kvadratı R x'i üçün də ortaqdır. Düzdürmü? Vur H1 3/1 pi R'in kvadratı vur H2 yazmalıyam. Mən oradan 3/1 pi R kvadratını mötərizə xaricə çıxardanda H1 üstə gəl H2 qalacaq. Tapa bilərik. H1-in H2-ni ayrı-ayrı tapa bilərik. Amma artıq yer hesablamaya ehtiyac yoxdur. 3/1 vurulsun 2,4'ün kvadratı vurulsun 5. Çünki ikisinin hündürlüyünün cəmi elə onun hipotenuzunu verir. Oradan tutaq ki 12, 4, 4 də vurduq 2,6'ya 9,6 pi eləyəcək cavab. Yəni bu şəkildə bir cavab alacaq. Aydın oldu. Yəni bunu bilin ki, bərabər tərəfli üçbucağın bir tərəf ətrafında fırlanması, bunlar hamısı. Və yaxud belə bir məsələ deyir. Deyir ki, yan tərəfi 13, oturacağı 10 olan bərabər yanlı üçbucaq simmetriya oxu ətrafında fırlanmasından alınan cismin həcmi. Bu bərabər yanlı üçbucağın simmetriya oxu haradır? B-dən keçən hündürlüyü, düzdür? Yəni biz bunu bu oxun ətrafında fırlatdığımız zaman konus görürük, düzdürmü? Radiusu 5 olan doğranın da 13 olan bir konus çıxır ortaya. Onun hündürlüyü neçə olur? Fəqora görə 12 olur. Və bizdən bunun həcmini istədiyi üçün 3/1 pi R'in kvadratı vur H. Şimdi burada rəqəmlər elə olur ki, heç nə ixtisar getmədi. Hə? H deyib, bəli, mən niyə 13 yazdım. Bəli, elədi 100 pi. Aydın oldu. Bu konus. Kəsik konus. Hə? Get sən. Konusu oturacağına paralel müstəvi ilə kəsdikdə get ya. Sağ ol. Konusun oturacağına paralel müstəvi ilə kəsdikdə oturacaq ilə kəsik arasında qalan hissəyə kəsik konus deyirlər. Bu kəsik konusun doğranı, bu onun hündürlüyü. Kəsik konusun yan səthinin sahəsi pi R plus R vur L'dir. Bunun tam səthinin sahəsi, alt oturacağının sahəsi, üst oturacağının sahəsi və yan səthinin sahələrinin cəmidir. Həcm nə? 3/1 pi H
R kvadratı R üstəgəl R kvadrat. Düzdür. Bu kəsik konusuna bağlı da bizim sualımız olmayıbdır. Amma yenə düsturları bilmək lazımdır. Bilmək olmaz ki, nə olar, nə olmaz. Gəldik kürə və sfera. Bəli. Eyni deyirlər. Düzdür, bir fərqləri var. Çevrə və dairə kimidirlər. Kürənin içi doludur. Sfera isə kürənin səthidir. Yəni üz qabığıdır sadəcə. İçi boşdur. Aydınmı? Yəni kürə ilə sferanın fərqi. Kürənin səthidə sfera deyil. Yəni üz qabığına sfera deyirlər. Deməli, kürədə öyrənəcəyimiz bir sferanın sahəsi, yəni bunu üç ölçü çəkmək olmur onsuz da. Belə bir figurdur ki, üç ölçülü təsvir eləmək olmur. Deməli, kürənin səthinin, yəni sferanın sahə düsturu 4pi r kvadrat. R burada onun, yəni kürənin və ya sferanın radiusunu göstərir. Kürənin həcmi 3də 4 pi r-in kubudur. Bu sferanın sahəsi, yəni kürə səthinin sahəsi. Testdə məsələn sizə deyəcək ki, kürənin səthinin sahəsi də bu sferanın sahəsi deməkdir. Bu da kürənin həcmidir. Sferanın həcmi olmur, sferanın içi boşdur. Yəni deyək ki, kürənin həcmi. Yəni məsələn nə? Niyə? Birində kvadratdır, birində kubdur. Yox, bunların arasında həcmlə sahə arasında əlaqə olar. Başa düşmədim. Yazmaq olar yerinə, hə. Amma elə bir əlaqə düsturu görməyəcək, yəni. Başa düşdüm. Sən deyirsən, məsələn, piramidanın həcmi üstə bir oturacaq, vur h-dırsa burada. Burada olsa bir dənə məhsulumuz var, radius. İkisi də radiusdan asılıdır. Sahə də radiusdan asılıdır, həcm də radiusdan asılıdır. Yəni, məsələn, radiusu 6 olan kürənin həcmi 3də 4 pi vurulsun 216. O da getdi, bəli, 288 pi. Və yaxud radiusu 4 olan sferanın sahəsi 4 pi vurulsun 16, 64 pi. Burada sfera ilə bağlı olan məsələlərdə müstəvi kəsiyi görürük. Məsələn, bax, sferanın müstəvi ilə kəsiyi və kürənin müstəvi ilə kəsiyi. Kürəni, bax, kürə, məsələn, portağal. Sağdan kəsdik. Kəsikdə gördüyümüz iz hansı figurdur? Sən portağaldan hardan bucaqlı aldın? Portağalı kəsdim. Kəsikdə gördüyün iz, dairə izi görsən də orada, düzdür mü? Yəni, kürənin müstəvi ilə kəsiyi dairədir. Sferanın müstəvi ilə kəsiyi isə nədir? Çevrədir. Çünki ancaq səthi var deyəm. Məsələn, bizə deyir ki, kürənin mərkəzindən 3 sm məsafədə keçirilmiş kəsiyin sahəsi 16 pidir. Deməli, kürənin mərkəzindən 3 sm məsafədə keçirilmiş kəsiyin. Bu kürənin mərkəzi. Bundan 3 sm məsafədə bir kəsik keçirirəm. O kəsik də təbii ki, dairə formasındadır. Burada bir kəsik var. Kürənin mərkəzindən o kəsiyə qədər məsafə 3 sm deyəndə, yəni kürənin mərkəzindən o kəsikdəki dairənin mərkəzinə qədər olan məsafəni nəzərdə tuturuq. Ta ki, bura qədər məsafə. Bu kəsik bir dairədir. Bu dairənin sahəsi 16 pidirsə, o kəsiyin sahəsi 16 pidir. O kəsiyin radiusu neçə olur? 4. Onda bu nöqtə ilə kürənin mərkəzini birləşdirsək, bu kürənin radiusu sayılır da. Onda belə çıxır ki, kürənin radiusu Pifagor teoreminə görə 4-ün kvadratı gəlir, 3-ün kvadratı eləyir 5. Xeyr. Sfera ilə kürədir, kəsikdir orada, kəsik. O kəsdiyi, portağalı kəsdiyi orada dairənin radiusudur. O kəsikdə gördüyüm dairənin radiusudur, belə desək. Oradan portağalın mərkəzinə qədər məsafə 3-dür. Portağalın mərkəzindən o portağalın qırağına qədər məsafəni axtarır. Ondan söhbət gedir. Aydın mı? Yəni, kürənin müstəvi ilə kəsiyi dairədir. Amma sfera olsa çevrədir. Amma bizim üçün məsələdə fərqi yoxdur. İkisini də eyni cür görəcəyik. Sferanı desə ki, kəsikdən alınan çevrənin uzunluğu tutaq ki, 8 pidir. Biz bilirik ki, onun radiusu 4-dür. O kəsikdəki çevrə olduğu üçün radiusu 4 pidir. Məsələn,
Kürənin mərkəzindən o kəsiyə qədər olan məsafədə 3-dürsə, yenə kürənin radiusu 5-dir. Buradan belə verib kürənin həcmini də soruşa bilər, radius, nə bilim, səthinin sahəsində soruşa bilər və s. Kürədə elə bir çətin düsturu yoxdur. 2 düsturdur. Orada segment zad var vərəqdə, onlar düşmür. Düşmür. Onlar düşmür. Sizə lazım olan ora qədərdir. Bəli, riyaziyyat qutardı artıq.